Əsl təhsil deyirlər ki, insanın xarici dünyaya aparan deyil, öz daxili dünyasına aparan bir səyahətdir və biz də bugün səyahətə sizə aparacağıq. 1 saatlıq efir müddətində sizi təhsil sahəsində olan yeniliklərdən məlumatlandıracağıq və ən əsas da bugün qonağımız var Ənd Tədris Mərkəzindən və onlarla bağlı müəyyən bir xəbərləri sizə çatdıracağıq. Ənd Tədris Mərkəzinin meneceri Emil Rüstəmov studiyamızda olacaq. Bir neçə dəqiqədən sonra söhbətimizə başlayacaq. Amma mən bu arada təhsildən danışmışkən dünən keçirilən imtahanlarla bağlı məlumat vermək istəyirəm. Bilirsiniz ki, Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçirib. İmtahan Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Şəki, Bərdər, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində ümumilikdə 21 binada təşkil olunub. Sınaq imtahanında abituriyentlərə ixtisas qruplarına uyğun olaraq hər fənnə aid 30 test tapşırığı təqdim olunub və bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalı olub. Yazılı cavab vermək tələb olunan açıq tipli tapşırıqların yoxlanılması biraz vaxt tələb etdiyindən nəticələrin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur. Bax belə, uğurlar arzuluruq bütün abituriyentlərimizə və biz də başlayaq artıq söhbətimizə Emil bəylə. Xoş gəlmisiniz Emil bəy. Salam, hər vaxtınız xeyir. Bütün Ant kollektivi adından öncəliklə sizləri və dinləyicilərimizi salamlayıram. Təhsil ümumiyyətlə belə deyim, hal-hazırda ölkəmizin və dünyanın ən çox üstünlük verdiyi bir sahədir. Təbii ki, irəliyə getmək üçün bizim mütləq şəkildə təhsilimiz olmalıdır və təhsil prosesi elə bir prosesdir ki, əslində bu dayanmır. Daimi olaraq inkişaf eləyir, daimi olaraq bir növdə özünü yeniləyir. Belə deyim, Ant Education Center hal-hazırda fəaliyyət göstərir, deməli 18 illik təcrübəsi olan müəllimlərimizdən. Bu müəllimlərin, siz də mənə haqq verərsiniz ki, 18 illik təcrübəsi əslində bizim təhsil sistemimizə çox böyük qatqılar verir. Niyə? Çünki burada həm yaşanmışlıqlar var, həm də ki təcrübələr var. Təhsildə elə bir sistemdir ki, təhsil əslində daimi olaraq yeniliklər istəyir, daimi olaraq araşdırmalar istəyir və belə deyim, bu araşdırmalar heç zaman kəsilmir. Ona görə hal-hazırda Ant Education Center'da özü həm müəllimlərinin, həm belə deyim, bütün kollektiv olaraq hər zaman özünü inkişaf elətdirib, tələbələrimizə, tələbə adı qazanacaq şəxslərə öz belə deyim, qazandığı məlumatları, qazandığı bilikləri bölüşməyə hazırdır. Uğurları eyni zamanda da. Təşəkkür edirik. Həftə yeni başlayıb. Bütün dinləyicilərimizə elə həftə ərzində də uğurlar arzulayırıq. Düzdür, artıq bir neçə gündən sonra onlar bayram tətilinə çıxacaqlar. Elə bu müddət ərzində də təbii ki, onların zehni istirahəti də mütləq vacib olduğuna görə hələ bu imtahanlar ərəfəsində mənə gəlir ki, biraz da daha yaxşı onların bu imtahanlara hazırlaşmasına bir növ rəvac verəcək bu günlər və biz hələ ki iş başındayıq. Təhsillə bağlı danışacağıq. Təhsil mərkəzinin istəyərdim ki, Ənd Tədris Mərkəzinin bir əsas fəaliyyət istiqamətlərini Emil bəy bizə deyəsiniz və ən əsas hansı sahələri xüsusi olaraq məsələn təqdim etmək istəyərdiniz? Əlbəttə ki, belə deyim, əslində Ant Education Center olaraq bizim fəaliyyətimiz çox genişdir. Bu sadəcə tələbələrə olan bir fürsətlər deyil. Bunun yanında müəyyən dövlət qurumlarında işləyən şəxslərə, müəyyən özünü inkişaf elətdirmək istəyənlərə, müəllimlərimizə, iş adamlarımıza, radio əməkdaşlarımıza, yəni əslində bizim sahəmiz genişdir. Niyə? Ant Education Center olaraq biz hədəf qoymuşuq ki, sadəcə olaraq tələbələrlə, yeniyetmələrlə, kiçik yaşlarla işləməyəcəyik. Əslində bu öz qazandığımız nailiyyətləri, öz qazandığımız bilikləri əlimizdən gəldiyi qədər istənilən şəxsə öyrətməyə hazırıq. Sahəmiz belə deyim, həm müəllimlərə, həm kiçik yaşlılara, 18 yaşlı tələbə adı qazanmaq istəyən şəxslərə və daha kiçik yaşlılara xitab eləyir. Ümumilikdə, məsəl üçün, belə izah edeyim, bizim 8-10 yaşlı qruplarımız var ki, bunların öyrənmə metodu ilə orta yaşlı, universitetə hazırlaşan bir şəxsin öyrənmə metodu və biraz daha yuxarı yaş, yəni 20, 25, 30 yaşın öyrənmə metodları çox fərqlidir. Amma Ant Education Center olaraq biz bunların hamısının öhdəsindən gəlirik. Necə? Kiçik yaşlılar üçün biraz daha aktiv dərslər keçirilir. Yəni burada daha çox, çünki onların belə deyim, datası hal-hazırda boşdur və onlarda bir baza yaratmaq lazımdır. Amma bu bazanı da kiçik yaşlılar üçün sıxmadan və onların daha
çox öz yaşlarına uyğun olaraq biz öyrətməliyik. Buna görə təbii ki, müəllimlərimiz xüsusi dərslər keçir, biraz daha interaktiv dərslər keçir. Yarı oyun qarışıq, yarı video qarışıq, müəyyən filmlərdən müəyyən epizodlar verərək onların belə deyim həm göz yaddaşını, həm də ki zehni yaddaşını doldururuq. Çünki kiçik yaşlılar belə deyim təmiz bir vərəqdir. Üstünə nə yazsaq o da orada qalacaq və kiçik yaşda öyrənilən bir dil, bir belə deyim aktivasiya heç vaxt yaddan çıxmır. O daimi olaraq həyatımızın hansısa bir nöqtəsində qalır. Məsəl üçün belə izah edeyim. Məktəblərimizdə ingilis dili öyrədilir əslində və çox gözəl müəllimlərimiz var ki, öz səylərini göstərirlər, tələbələrə nəsə öyrətmək üçün, şagirdlərə nəsə öyrətmək üçün öyrədirlər. Sadəcə olaraq o metodla biraz belə deyim, tam aktiv olmur dil. Niyə? Çünki Azərbaycanın ümumiyyətlə dili Azərbaycan dili olduğuna görə və xarici dil burada çox az istifadə olduğuna görə dili aktiv şəkildə istifadə eləmirik və dil aktiv şəkildə istifadə olunmadığı zaman istər-istəməz bu yaddan çıxır. Düzdür? Yenə baza qalır, əsas bazamız qalır. Amma istifadə baxımından bu tam olaraq belə deyim, aktivləşmir. Bunu aktivləşdirmək üçün mühit lazımdır. Mühit hardadır? Təbii ki, Ant Education Center-da. Belə deyim, tələbələrimiz artıq qapıdan içəri girdiyi zaman bir fərqli bir dünyaya keçirlər. Ant Education Center-ın öz dünyasına keçirlər. O Azərbaycanın içində xırda bir ingilis topluluğudur, xırda bir Amerikan topluluğudur. Niyə? Çünki girişdən etibarən biz artıq ingilis dilində ünsiyyət saxlamağa çalışırıq. Ən yəni sadə. Başa düşdülər, düşmədilər, amma çalışırsınız ki, danışasınız. Əlbəttə ki, niyə? Çünki bu bizim ana dilimiz deyil. Biz bunu aktiv şəkildə istifadə eləmirik. Təbii ki, xaricdən gələn bir insan Azərbaycan dilini necə danışırsa, biraz kəsir, biraz düzəldir, amma fikrini ifadə eləyir. Bu dildə bizim üçün elədir. Girdiyi zaman təbii ki, %100 danışa bilməz. Çünki 24 saat Azərbaycan dilinin əhatəsindədir. Amma girdiyi zaman biz onu məcbur eləyirik. O belə deyim, o türk demiş ortama itəliyirik ki, siz burada artıq bu dili danışmalısınız. Bundan başqa bir ünsiyyət vasitəsi yoxdur. Və bu onlarda artıq istər-istəməz zehni baxımdan bir oyandırma verir ki, mən burada Azərbaycan dilində nəsə danışsam belə, mənə yeni ingilis dilində cavab verəcəklər. Və avtomatik biraz yarı, biraz kəsərək, biraz tam professional olmasa belə, amma fikirlərini ifadə eləyirlər. Və elə tələbələrimiz var ki, həqiqətən belə deyim, 6 ay ərzində bizə çox gözəl nəticələr göstərir. Yəni nə mənada? Yəni bazası olan tələbələrdir bunlar, yoxsa? Bu həm bazası olanda, həm bazası olmayandır. Bazası olmayan tələbələr 6 aydan sonra artıq ən azından fikrini ifadə edə bilir. Yəni maksimum heç olmasa 6 ay qoyursunuz buna. Əlbəttə ki, niyə? Çünki dili aktiv şəkildə istifadə etmək üçün bizə 6-8 ay, 1 il vaxt lazımdır. Amma bu hamı eyni olmur. Yəni məsəl üçün 25 yaşında bir şəxs gələ bilər və bunun həm dinləmə, həm belə deyim, zehni baxımından götürmə qabiliyyəti çox yüksəkdir. Əsasən bu musiqiçilərdə olur ki, onların çünki belə deyim, dinlədiyi zaman artıq bir musiqini özləri ifadə edə bilir. Və belə aktiv zehinləri olan şəxslər artıq 3 ay, 4 ay sonra bizə nəticə verməyə başlayır. Və bunlar belə deyim bizi daha da ruhlandırır. Çünki biz onların nailiyyətinə görə burdayıq ki, onlara nəsə qata bilək. Və eyni inteqrasiyaları biz artıq başlayırıq. Məsəl üçün kiçik yaşlıları eləməyə, biraz daha o sıxışdırmağa ki, çünki sıxışdıranda biraz daha insan efor sərf eləyir və başlayır öz üstündə işləməyə. Belə deyim, məsəl üçün kurslarımız var ki, indi digər kurslarımız onlar dərs vaxtı Azərbaycan dilindən istifadə edirlər. Amma belə bir şey var ki, xarici dil Azərbaycan dilindən paralel getməməlidir. Xarici dil sırf xarici dil üstündən getməlidir. Yəni artıq o insan hiss eləməlidir ki, mən mühitdəyəm. Mən artıq bir xarici dövlətin daxilindəyəm. Niyə öyrənirik bunu? Təbii ki, xarici getmək üçün, iş üçün və yaxud hər hansı, əlbəttə ki, hər hansı bir yazışmalar üçün biz artıq özümüzü ora fokuslamalıyıq ki, belə deyim, biz o dilin mühitində oluruq və qabağımızdakı insan bu dilin professionalıdır. Yəni professional belə olmasa, ən kiçik yaşlarından bu dilin içində böyümüş bir şəxsdir və biz ona artıq ola bildiyincə çox, belə deyim, öz
təmiz ingiliscəmizlə onu bildirməliyik. Və burada artıq bizim biraz o preslənmə, sıxışdırma variantımız gəlir ki, tələbələri və ümumiyyətlə yaş fərqi olmadan insanları biraz sıxışdırmaq lazımdır ki, nə mənada dərs barəsində sıxışdırmaq lazımdır ki, sən bu dildə danışmalısan. Və bu sıxışdırma nə ilə olur? Əlbəttə ki, qapıdan girdiyindən etibarən ingilis dilində danışmaqla. Və bu yola çıxmısansa, əlbəttə ki, hər çətinliklərə də qatlanmalısan. Yeri gəlmişkən yaxşı məlumat verirdiniz ki, məqsəddən asılı olaraq ingilis dilinə, məsələn, xarici dili daha çox vurğulayaq, xarici dillərdən ingilis dilini, amma digər dilləri də təbii ki, tədris edirsiniz. Buna da toxunarıq və məqsəddən asılı olaraq təbii ki, getdiyiniz yola uyğun olaraq Ant Tədris Mərkəzi sizə bu peşəkar, inkişaf və təhsil imkanlarını təqdim edəcək. Biraz ətraflı məlumat verəkmi? O zaman başlayaq. Qeyd etdiyimiz kimi Azərbaycanda innovativ metodlarla beynəlxalq təhsil imkanları təqdim edir Ant Tədris Mərkəzi və mərkəz beynəlxalq sertifikatlı ingilis dili kursları, riyaziyyat, İKT tədris metodları və müəllim hazırlığı proqramları ilə tanınır. Ən çox bəyəndiyim burada bilirsiniz nədir? Təlimlərin keçirilməsi, hansı ki bu təlimlərin sonunda iştirakçılara TEFL Təlim İnstitutunun New York ofisi tərəfindən təsdiq olunmuş sertifikatı veriləcək. Bu sertifikat barəsində biz birazdan Emil bəylə məlumat almağa çalışacağıq. Nə kimi qazanmaq, yəni ümumiyyətlə nə kimi üstünlüklər vermək imkanı var bu sertifikatların və bununla artıq nə olacaq gələcəkdə həmin bu tələbələrə. O zaman mən birinci deyim əlaqə nömrəsini veriliş müddətində bir neçə dəfə səsləndirəcəm. Emil bəydən də istəyəcəm ki, əlaqə nömrəsini desin. Siz də diqqətli olun, diqqətlə qulaq asın. 05312 1343 05312 1343 Ant Tədris Mərkəzinin əlaqə nömrəsidir. Lap elə Instagramda da yaza bilərsiniz. ant@education. Sağlam təhsil sizi xoşbəxt gələcəyə aparan qapı. Qeyd etdiyimiz kimi bugün Ant Tədris Mərkəzinin meneceri Emil Rüstəmov studiyamızdadır. Təhsil mərkəzinin fəaliyyət istiqamətlərindən danışır. İndi istəyirəm bir balaca bu danışdıqlarımızı genişləndirək. Məsələn, dərslər haqqında soruşmaq istəyirəm. Dərslər hansı fənlər üzrə aparılır? Fərdi yoxsa qrup şəklində, hətta deyərdim ki, onlayn şəkildə də aparırsınızmı bu tədrisi? Bu haqqda məlumat verir, sonra digər suallarım olacaq. Əlbəttə ki, belə deyim. Dərslərimiz əsas fokuslanmışıq ingilis dili, TOEFL, IELTS, SAT, daha sonrasında deməli informasiya texnologiyalarına aid hal-hazırda işlərimiz gedir. Müəllim hazırlığıdır, rus dilidir, məst, riyaziyyat dərslərimizdir. Bunların hamısını tədris edirik. Amma ki, hal-hazırda belə deyim, bizə ən çox verilən suallar və üstünlüklərimiz xaricdə olan təhsillə, xarici sertifikatlarla əlaqəlidir ki, bu sahə əslində Azərbaycanda olan bir sahə idi. Amma ki, bəlkə də bizim göstərdiyimiz səy qədər səy göstərmək istəmədilər. Amma biz bir belə deyim, məqsəd qoymuşuq və o məqsədə doğru irəliləyirik. Hal-hazırda əlbəttə ki, tələbələrimizə çoxlu fənlər üzrə dərs verə bilərik. Amma biz daha çox fokuslanmışıq belə deyim, öz sahəmiz üzrə. Yəni TOEFL, SAT, IELTS dərslərimiz, daha sonrasında müəllim hazırlıqlarımız yenidən təkrar kimi olmasın, amma təkrarlayıram. Və xaricdə təhsillə əlaqəlidir bu hamısı. Niyə? Belə deyək, təhsil əslində daimi inkişaf edən və durmayan bir sahədir. Hər zaman özünü yeniləyir. Bu həm sistem baxımından olur, həm siyasi baxımdan olur. Niyə? Çünki metodlar hər gün dəyişir və artıq standartlar da dəyişir. Məsəl üçün, belə deyim, 95-ci, 90-cı illərdə istənən sertifikatlar, istənən nailiyyətlər hal-hazırda əslində işə yaramır. Düzdür, məsəl üçün, müəllimlərimiz var ki, 90-cı illərdə universitetlərdən belə deyim, məzun olublar, müəyyən nailiyyətləri var. Amma hal-hazırki tələbləri əsasən bəzi müəllimlərimiz belə deyim, bu dəbə ayaq uydura bilmir. Niyə? Çünki hər zaman dediyim kimi inkişafdır. Bəli. Və bu inkişaf necə olacaq? Daimi olaraq birinci öz üstümüzdə işləməliyik. Yəni hər zaman araşdırma eləməliyik, hər zaman bir gözümüz xaricdə olmalıdır ki, çünki sistem əsas oradan gəlir və orada bilməliyik ki, necə dəyişikliklər var. Həm danışıq baxımından, həm belə deyim, o müəyyən intonasiyalar və s. yəni dilin ümumiyyətlə inkişafı barəsində bizim daimi olaraq bir nəzarətimiz olmalıdır. Çünki xaricdən biz bunları götürürük və burada olan tələbələrimizə, burada olan şəxslərə biz bunları inteqrasiya elətdirməliyik. Əsas belə deyim, gəlin
gəlin biraz mövzunu kənardan gəlim, daha sonrasında yığışdıraq. Bizim sertifikatlarımız deməli Amerikanın belə deyim imzalı möhürlü bir sertifikatlar veririk ki biz. Bu sertifikatlar Azərbaycanda nə işə yarayır? Müəllimlərimiz hal-hazırda Azərbaycanda olan xarici şirkətlərə getdiyi zaman belə onlardan belə deyim müəyyən bir sertifikatlar, müəyyən təlimlərdən keçmə və təsdiqli bir sənəd istəyirlər. Bu sənədlər hardan gəlir? Təbii ki, gedib orada da təhsil ala bilərik, orada da belə deyim bu sertifikatlara nail ola bilərik, amma biz dedik ki, bunları biraz daha asanlaşdıraq və o sertifikatları biz burada Amerika belə deyim təsdiqi ilə və burada tanınacaq şəkildə, təbii ki, bu dövlət baxımından da tanınacaq şəkildə biz müəllimlərimizə veririk. Bu nəyə görə lazımdır? Bu birincisi müəllimlərimizin öz bazasını artırır. Müəllimlərimizə çoxlu təcrübələr qazandırır. Öz müəllimlərimiz belə bu belə deyim dərslərdə yeni təcrübələr qazanır və onu prob eləyərək, onu inteqrasiya eləyərək öz dərslərimizə müəllimlərimizə ötürürük ki, siz bunlardan istifadə edə bilərsiniz. Amma təbii ki, bu təkcə müəllimlərimizə aid olan bir sertifikat deyil. Tələbələrimiz üçün də bu eyni şəkildə keçərlidir. Məsəl üçün birinci müəllimlərə deyək ki, əsas bu sertifikatın nə kimi məsələn avantajları var? Onu deyək, sonra artıq tələbələr deyə. Belə deyim, müəllimlərimiz üçün bu əslində yeni qapılar açır. Nə mənada? Hər hansı bir istənilən Azərbaycanın və yaxud dünyanın istənilən bir yerinə getdiyi zaman bu sertifikatı təqdim etdiyi zaman onlara avtomatik olaraq heç bir sorğu-sual olunmur. Çünki bu beynəlxalq tanınmış bir sertifikatdır. Və Azərbaycanda biz bunu verdiyimiz zaman bütün qlobal olaraq bu tanınır. İstər məsəl üçün postsovet ölkələrində, istər qonşu ölkələrimizdə Rusiya olsun, Türkiyə olsun və yaxud Avropa ölkələrinə belə olsa, getsələr, Amerikanın özünə belə getsələr, heç bir fərqi yoxdur. Burada almaqlarına baxmayaraq, Amerikaya belə getsələr, bu yerinə tanınır. Niyə? Çünki bu beynəlxalq bir sertifikatdır. Plusları nədir? Dediyim kimi, yeni qapılar açır, yeni fürsətlər yaradır. Biraz daha çox o tələbatları qarşıladığına görə, belə deyim, 10 nəfərin içində artıq bir addım önə çıxa bilirik ki, bizim Amerika təsdiqli bir sertifikatımız var. İş imkanlarına məsələn açıqdır. Əlbəttə ki, çox müsbət. Azərbaycanda fəaliyyət göstərən məsəl üçün xarici şirkətlərimiz var ki, onlar bu sertifikatların bəzilərini tələb eləyirlər. Müəllim deyil, sadəcə olaraq tələb eləyirlər. Amma bu sertifikat ona çox plus yaradır. Xarici təhsil müəssisələrində, Azərbaycanda fəaliyyət göstərən xarici təhsil müəssisələrinə belə bu sertifikatla getdiyiniz zaman artıq orada sizə hər hansı bir belə deyim soru-suala tutmadan sizi birbaşa yönləndirə bilirlər müəyyən dərslərə və artıq sizin karyeranızda bir dönüş nöqtəsi olur. Çünki sertifikatlarınız sizə qapılar açır. Bu Amerika sertifikatı olduğuna görə siz artıq bir pillə daha öndə başlayırsınız və həyatınıza yeni bir qapı açırsınız, biraz yaşayış tərzinizi dəyişdirirsiniz. Artıq belə deyim şanslar, müsbət hadisələr gəlir özü sizi tapır. Emil bəy, biz söhbətimizi davam etdirəcəyik, amma reklamdan əvvəl bizə izah eləyin zəhmət olmasa, kimlər sizə müraciət edə bilər, neçə yaşından? Deməli belə deyim, 4-5 yaşından etibarən artıq gəlib dərslərimizdə iştirak edə bilərlər. Yaş limitimiz yoxdur. Kiçik yaşlıları götürənmirik, çünki onlar biraz daha oyun maraqlısı olduğuna görə 4-5 minimum yaşlardır. İstənilən şəxs, istənilən 0 belə olsa, gəlsə biz Ant Education Center olaraq əlimizdən gələn bütün fürsətləri tanıyırıq. Əlaqə nömrəsində zəhmət olmasa deyin. 050 312 1343. Belə, verilişimizi davam etdirəcək. Sağlam təhsildəsiz dostlar və xatırladıram ki, bugün biz Ant Tədris Mərkəzinin meneceri Emil Rüstəmovla danışırıq. Təhsil mərkəzi haqqında sizi də maraqlandıran suallara cavab verə bilirik və siz də yazın göndərin 055 93 490 92. İndi hal-hazırda dinləyirsinizsə, qeydiyyatdan keçməklə bağlı hər hansı bir sualınız varsa, buyurun, suallarınızı səsləndirməyə hazırıq. Siz ki, yazıb göndərsəz reklam müddətində daha bu tez. Danışırıq hal-hazırda Ant Tədris Mərkəzinin meneceri ilə Emil Rüstəmovla və təbii ki, Emil bəyə suallarımız çoxdur, amma bu dərslərin biraz keçirilmə qaydaları haqqında da məlumat versəz, Emil bəy, dinləyicilərimizə də daha aydın olar. Qrup şəklindəmi, məsələn, onlayn şəklindəmi aparılır bu dərslər, yoxsa necə? Əlbəttə ki. Gəlin o zaman bu mövzuya belə
giriş eləyək. Deməli, hər tələbənin təbii ki, siz də mənə haqq verərsiniz ki, öyrənmə metodları və onun bilik səviyyəsi fərqlidir. Biz hər tələbəni belə deyim, eyni pozisiyada dəyərləndirir və bir standart paket kimi belə deyim, onu hər hansı bir qrupa və yaxud fərdi şəkildə məşğul ola bilmirik. Niyə? Çünki bunların fərqli metodları var. Məsəl üçün bəzi tələbələrimiz var ki, onlar biraz daha öyrənmə prosesi biraz daha ağır olmalıdır. Bəziləri biraz daha sürətli olmalıdır. Vaxt baxımından olsun və s. müəyyən belə deyim nüanslar var ki, bunları nəzərə alırıq. Dərslərimiz həm qrup şəklində, həm də fərdi şəkildə keçirilir. Amma ki, necə? Məsəl üçün belə deyim, hər hansı bir tələbəmiz bizə müraciət etdiyi zaman ilk əvvəl biz onu çağırırıq konsultasiyaya. Niyə? Çünki tələbəmizin belə deyim bir bazasını yoxlamadan və onun səviyyəsini, dil səviyyəsini bilmədən biz onu hər hansı bir yerə yönləndirə bilmərik. Çünki qrup belə deyim, qrup şəklində olsa belə, məsəl üçün tələbə geridə olar, qrup öndə olar və yaxud tələbə öndə olar, qrup geridə olar. Bu zaman orada bir balans pozulur. Bəli, balans pozulur və əgər öyrənmək istəyirsə belə, sıfır bazadan gəlirsə, ya həvəsi qaçar və yaxud bazası varsa, özündən aşağı səviyyədə olan bir şəxslə biz onu qrupa qoyduğumuz zaman, bu zaman yenə həvəsi qaçar. Necə tənzimləyirsiniz bunu? Əlbəttə ki, bunu tənzimləyirik. Dediyim kimi, ilk əvvəl biz konsultasiyaya dəvət edirik və konsultasiya vaxtı müəllimlərimiz 1 saatlıq, 1 saat yarımlıq bir belə deyim praktika dərsi keçir. Biz orada çox belə deyim tələbəni nə sıxışdırmırıq, nə tələbəni sərbəstçilik vermirik, yox. Proses nədirsə o, yəni məlumat almağa çalışırıq ki, görək bazası nədir. Bundan sonra artıq biz tələbəni öz uyğun qrupuna keçirdə bilirik. Məsəl üçün, tutalım ki, tələbəmiz A1 və yaxud A2 səviyyəsində, yəni A1 və yaxud A2 səviyyəsindədir. Biz onu yönləndiririk ən azından özünə balans bir səviyyə, yəni A səviyyəsində, A səviyyəsində olan bir qrupa yönləndirir və o orada başlayır artıq dərslərini davam elətdirməyə və bu dərslər artıq belə deyim, bəs deyəsiniz ki, biz bunların səviyyəsini necə biləcəyik? Bu səviyyə hardan bilinir? Yəqin ki, qeydiyyata alarkən. Əlbəttə ki, bunların hamısı aylıq olaraq qeydiyyata alınır. Ay sonunda tələbələrimiz müəyyən bir imtahana, belə deyim, kiçik bir imtahana yönləndirilir və bu yönləndirmə zamanı biz artıq tələbəmizə həmin səviyyəyə uyğun testlər, müəyyən dialoqlar, müəyyən dinləmələr, yazılar, yəni əslində 4 komponent var ki, dildə. Deməli, bunlar yazmadır, dinləmədir, danışmadır və müəyyən fikirləri, müəyyən belə deyim, izah eləmədir. Biz bunu yönləndiririk tələbəyə. Tələbə o imtahanın 1 saat ərzində və yaxud 1 saat yarım 2 saat ərzində artıq özünə uyğun şəkildə təbii ki, tələbəyə də vaxt veririk. Tələbə bunu həll edir və artıq orada biz bilirik ki, məsəl üçün 2 ayda tələbəmiz gəlir, gəldiyi zaman tutalım ki, sıfırdan gəlib, artıq A səviyyəsini bitirib və A səviyyəsini bitirdiyi zaman biz bu nailiyyətinə görə tələbəmizə sertifikat veririk. Bu da yenə eyni şəkildə tələbəmizin istəyi əsasında Amerika sertifikatıdır, Amerika təsdiqli sertifikatımız da ola bilər. Bəli, New York ofisi təsdiqli sertifikatımız da ola bilər və yaxud bizim kursumuzun öz sertifikatı ola bilər ki, o da əslində Azərbaycanda belə deyim, öz tanınmış sertifikatlarımızdan biridir ki, bu bir çox şirkətlər, bir çox şəxslər tərəfindən tanınır və qəbul olunur. Və artıq biz həmin səviyyəni, məsəl üçün A səviyyəsini bitirdikdən sonra artıq yönləndiririk tələbəmizi B səviyyəsinə. Və artıq B səviyyəsində belə deyim, tələbəmiz danışmalıdır və orada artıq fikirlərini tam ifadə eləməlidir. Niyə? Çünki elementary, yəni ən sadə A səviyyəsini nəzərdə tuturuq. Biz orada müəyyən bir baza yığılır, müəyyən sözlər, müəyyən aksiyonlar, dialektlər falan hamısı tələbəyə belə deyim inteqrasiya olunur və tələbə bunları öyrəndikdən sonra artıq B1, B2 səviyyəsində ən azından %40, %50 fikrini ifadə eləməlidir. Yəni hardasa hazırlıqlı olmalıdır da Emin bəy. Yəni belə başa düşüm, əgər artıq son olaraq 6 aydan sonra yəni tamamlanırsa bu işlər, mütləq şəkildə hazırlıqlı vəziyyətdə göndərilir. Əlbəttə ki, niyə? Çünki orada müəllimlərimizin öz səyindən əlavə belə deyim də, məsəl üçün bir yol düşünün və burada sizə yol göstərən biri var. Amma o yola yeriyib çatmaq, müəyyən məqsədləri həyata keçirmək artıq bizim öz əlimizdədir. Əlbəttə ki, niyə? Çünki əgər bir məqsədlə gəlmişiksə, xaric məqsədi ilə gəlmişiksə, xaricdə müəyyən nailiyyətlər əldə etmək istəyiriksə, iş imkanımızı mütləq şəkildə, çünki gənclərimizin hal-hazırda belə deyim, ən çox istədiyi budur ki, mən universiteti bitirdikdən sonra artıq hal-hazırda bir işim olsun və birbaşa işləməyə başlayım. Bu məqsədlərlə gəlmişiksə, biz orada ən əsas birinci məqsəd elə olur
gəlin ki, razılaşaq. biz belə deyim, orada bir yol göstəririk. Tələbəyə ola bildiyincə bütün fürsətləri tanıyırıq, bütün öyrəndiklərimizi, bildiklərimizi hamısını tələbəyə yönləndiririk. Amma bunun %60 qismi tələbənin özündən asılıdır. O gündəlik çalışmalıdır. Belə deyim, dil də elə bir şeydir ki, gündəlik mütləq şəkildə çalışmalıdır. Gəlin sizə belə bir örnək verim. Məsəl üçün mən özüm həyat tərzimi deyim sizə. Ən azından gündə yarım saat ingilis dilində məşğul olmalısınız. Düzdür, mən mühitin içindəyəm. 7-20, yəni ən azından saat 9-dan axşam saat 6-ya 7-yə qədər mən bu dilin əhatəsindəyəm və istər-istəməz bir qulaq aşinalığı olur. Müəyyən yeni sözlər öyrənilir. Kiçik yaşlarda. Amma hər şeydən əvvəl birinci ondan başlayaq ki, nə qədər müddətə öyrənə bildiniz? Belə deyim, 6 ay əslində mən bir səviyyəni baza var idi. Baza belə deyim də, universitetdə müəyyən tələbə vaxtı öyrəndiyim bir baza var idi. Amma təbii ki, yəni normal bir insanda olduğu kimi, amma tam professional bir baza deyildi və artıq 6 ay sonra biz bu nailiyyətləri əldə etməyə başladıq. Hal-hazırda düzdür, professional bir danışıq dilində hal-hazırda özümü görmürəm. Çünki professional dil tam fərqli bir şeydir. Yəni o biraz daha düzgünlük, səlislik, dəqiqlik, zamanlıq istəyir. Məndə düzdür, danışıq var, amma ki professional bir ingiliscə deyil. Təbii ki, bunun üstündə biz də çalışırıq. Orada hələ bəzi detallar da var da, Amerikan ingilisi, təbii ki, bu aksiyonlar. Bəli. Onu da sizə bildirim ki, Amerikalılarla danışdığı ingilis dili ilə İngiltərədə danışdığımız ingilis dili həqiqətən çox fərqlidir. Niyə? Çünki əsas mənbə belə deyim, kraliyyət ailəsindən gəldiyinə görə və onların daha səlis, daha düzgün, açıq bir ingilis dili olduğuna görə Amerikada biraz daha belə deyim, assimilasiya olmuş xalqların, müəyyən millətlərin biraz ingiliscəsi görürsüz ki, nə qədər də olmasa orada öz tövhəsini verir, dildə biraz müəyyən qədər dəyişikliklər var. Amma dediyim kimi, bu bizim üçün heç bir əngəl deyil. Biz sırf tələbələrimizi, yaxınlaşan şəxslərimizi, belə deyim, iş adamlarımızı, müəyyən karyera inkişafı istəyən şəxslərimizi, xaricdə işləmək istəyən şəxslərimizi və təhsil almaq istəyən şəxslərimizi əslində bütün bu situasiyaları öyrədirik. Niyə? Çünki bayaqları qeyd eləmişdim ki, dərsdə bəzən müəyyən videolar, müəyyən kəsitlər, müəyyən dinləmələr eləyirik. Bu dinləmələr əslində düzdür, İngiltərədən gəlmə dinləmələrdir, amma bəzən filmlərimizdə fikir veririk ki, bunlar əslində biraz da Amerika tərzi danışıqlar olur, biraz daha belə deyim, o aksiyonlar, biraz daha o idiomlar orada daha çox istifadə olunur filmlərimizdə. Həyəcan falan. Əlbəttə ki, çünki belə deyim, danışıq dili ilə filmlərdə olan dil təbii ki, müəyyən dərəcədə bir fərqlilik olur. Amma bunların heç biri bizim öyrənmək üçün olan səyimizə bir əngəl deyil. Əksinə, biz hər iki tərəfi dinləyirik, hər iki tərəfdən müəyyən bazı əldə edirik və getdiyimiz zaman istər Amerika olsun, istər İngiltərə olsun, istər Avropanın istənilən ölkəsi olsun, heç bir o belə deyim də ögeylik çəkmirik. Əksinə bütün situasiyalarda öz fikirlərimizi açıq və aydın şəkildə ifadə edə bilirik. Avropa ölkələrinin adını yaxşı çəkdi, çünki insanlarda belə bir təəssürat yaranar ki, yalnız biz Birləşmiş Ştatlara göndəririk tələbələri və yaxud da tələbə həyatını bitirib artıq iş həyatı ilə təmin olmaq istəyənləri yox. Bütün Avropa ölkələrində dediyiniz şərtlər keçərlidir. Aydındır. Əlaqə nömrəsini deyin, zəhmət olmasa bir daha. 050 312 1343. Bir daha təkrar edin. 050 312 1343. Bu əlaqə nömrəsi əziz dinləyicilərimiz sizə imkan yaradacaq ki, siz xaricdə təhsilinizi davam etdirə və yaxud da ki, artıq təhsilinizi burada başa çatdırıb hər hansı bir ali məktəbimizdə bitirib, daha sonra sertifikat əldə edib və artıq siz iş tapmaq baxımından müraciət edirsinizsə. Düz dedim də, fikirlərinizi tamamlayıram və o baxımdan da mən tövsiyə edərdim ki, müraciət edəsiniz Ənd Tədris Mərkəzinə. Bizim digər proqramımızda dəstək olan qonağımız var bugün Sağlam Təhsildə. Xatırladıram ki, Ənd Tədris Mərkəzinin meneceri Emil Rüstəmov bizə təhsil mərkəzində keçirilən dərslərlə bağlı məlumat verdi, hansı şəkildə aparılır bu dərslər və müəllimlərin təcrübə ixtisasları ilə də bağlı biraz məlumat versə yaxşı olar. Nə dərəcədə yüksəkdir bu təcrübələr və ən əsas da bu biraz əvvəl söylədi ki, müəllim hazırlıq proqramlarında təhsil standartlarının inkişafına necə töhfə verilir? Belə deyim, hal-hazırda əslində universitetlərimizdə, müəyyən təhsil ocaqlarımızda çox gözəl təhsillər gedir. Amma bu təhsillər bizim müəllimlərimiz üçün müəyyən bir belə deyim, sərhəd çərçivəsində olur. Biz bu sərhədləri yıxıb biraz daha genişlətmək istəyirik. Bizim bayaqlarda qeyd etdiyimiz kimi New York belə deyim, təsdiqli sertifikatımız əslində bu sərhədi yığır. Müəllimlərimiz məsəl üçün Pedaqoji Universitetindən artıq məzun olduğu zaman onlar müəyyən
bir ingilis dilində bacarıqları olur. Amma bu bacarıqlar təbii ki, Azərbaycan sisteminə əsasən, yəni təhsil sistemimizə əsasən müəyyən bir çərçivə daxilindədir. Biz bu çərçivələri genişlətdirmək istəyirik. Çərçivələr necə genişlənir? Məsəl üçün, tutalım ki, bizim bu belə deyim, yığıncağımızdan bir nüans bildirim sizə. Müəllimlərimiz gəldi və bunların kifayət qədər yaşları var idi. Amma görünür ki, onlarda yenə müəyyən dərəcədə bir sərhəd var. Onlar təbii ki, məsəl üçün Pedaqoji Universitetindən də, Xarici Dillər Universitetindən də. Nə kimi sərhəd məsələn? Sərhəd nə mənada? Məsəl üçün dil sərhədi var onlarda. Danışmırlar, danışa bilmirlər. İngilis dil müəllimlərimiz var ki, ingilis dilində dil tədris eləyir, amma dərs Azərbaycan dilində keçir və onda müəyyən bir müddət sonra istər-istəməz o sərhəd avtomatik yaranır. Çünki standart olaraq bir sistem üstündən gedir. Məsəl üçün 9-11-ci sinif abituriyentləri hazırlayan müəllimlərimiz ancaq belə deyim, o baza baxımından getdiyinə görə onlarda müəyyən müddət sonra özləri belə təbii ki, bunun fərqində olmur. Onlarda müəyyən bir sərhədlər olur. Dərs keçmə baxımından da, metod baxımından da, dil baxımından da sərhədlər olur və onlar o sərhədləri görmürlər, hiss eləmirlər. Amma kənardan üçüncü bir şəxs kimi özlərinə baxdıqları zaman bunu da təbii ki, bizim bu yığıncaqlarımız belə deyim göstərir. Onlar görürlər ki, özləri də buna bizə bildiriblər ki, bizdə əslində bir yerdə bir sərhəd var imiş. Necə bir sərhəd? Məsəl üçün Instagram səhifəmizə girib baxsalar, axırıncı tədbirimizdən biz səhnəciklər düzəldirdik. Müəllimlərimiz bir vaxt ərzində verirdik 3, 5, 10, 15 dəqiqə. Orada bir səhnəciklər düzəldirdilər və onlar özü istər-istəməz bu sərhədləri qırırdılar. Bu əslində bunlar üçün bir fürsətdir. Yəni bir növ çərçivələrdən çıxarmaq lazımdır bu müəllimlərin özlərinə də ki. Niyə? Çünki təhsil sistemi çərçivəyə sığışmayan bir şeydir. Daimi olaraq o çərçivədən daşacaq. Biz də o belə deyim, daşmaya ayaq uydurmalıyıq. Yəni gəldilər, sağ olsunlar, iştirak elədilər. Fərqli-fərqli metodlar öyrətdik, fərqli-fərqli dərs axışları öyrətdik. Biz belə deyim, xarici müəllimlərimizi dəvət elədik ki, onlar gəldilər və bizim öz müəllimlərimiz artıq özlərini ilk tanıtma məqamında gördülər ki, fərqlilik var burada və o fərqliliyi hiss elədilər əlbəttə ki, bizim deməyimizə belə ehtiyac qalmadı. Oradan bizə çox gözəl geri dönüşlər oldu. Nə mənada? Bildirdilər ki, belə deyim, Azərbaycanda hal-hazırda olan müəyyən yığıncaqlar var ki, bunları eləyir. Amma dedi, siz biraz daha öz belə deyim, o aktiv tərəfinizi qatmısınız və hal-hazırda bunlar çox xoşumuza gəlir. Davam eləmək istədilər. Təbii ki, bu onların həyatında bir belə deyim, bəlkə də dönüş nöqtəsi oldu. Məsəl üçün yaşlı xanımlarımız var idi ki, əslində yaşlı deyildi. Sadəcə olaraq staj baxımından təcrübəli xanımlarımız var idi ki, onların 35, bəzən 35, bəzən 40 yaşı olur. Bəziləri də xarici dilləri bitirib, amma müəllim fəaliyyəti olmayıb. Onlar belə gəlirlər ki, görək prosedur necədir? Prosedur nə mənada iştirak eləyir və beləliklə deməli biz onlara yeni nüansları qatırıq. Bəli. Yeni nüansları qatırsınız və təbii ki, bu da onların hazırlığına bir növ təsir göstərir, daha da inkişafına da. Yəni burada müəllimlərin də həqiqətən hazırlığı çox yüksək olmalıdır. Mən belə başa düşdüm. Siz müəllimlər əslində hazırlaşırlar, amma beynəlxalq görürsünüz yenə təcrübədən yararlanmaq lazımdır. Beynəlxalq sferəyə görə çox vaxt hazırlaşa bilmirlər. Niyə? Çünki onlar buradakı gördükləri öz belə deyim metodları davam edirlər. Amma biz onlara fərqli metodların olduğunu, fərqli nüansların olduğunu, daha sonrasında biraz daha aktivlik, dərsdə aktivliyin vacib olduğunu göstərir və onlar artıq deyir ki, deməli biz bu üsulla tələbələrimizə öyrətsək, həm özümüz daha çox öyrənirik, həm də tələbələrimiz daha çox öyrənir. Və Mənə gəlir ki, dil öyrənmək baxımından kompleks ümumiyyətlə kənara qoyulmalıdır. Birinci növbədə onlara mane olan elə bu olur. 100%. Həm tələbələrə, həm də müəllimlərə danışmalıdır. Razısınız? Baxın, belə deyim. Məsəl üçün mən öz təcrübəmi yenə bir nüansı bildirim. Mən ilk dəfə ingilis dil dərsinə girəndə çox stressli və belə deyim, çox özümü sıxdım. Niyə? Çünki zənn elədim ki, mən bu dili mükəmməl bilməliyəm. Xeyr, bu dil mənim ana dilim deyil. Mən bunu istifadə eləməmişəm. Mənim 100% burada... Düşdüyünüz mühit vadar elədi sizə? Gördünüz ki, fərqlənirsiniz, yoxsa... Mühit deyildi, sadəcə insan özünü bağlayır. Yəni, belə deyim də, müəyyən sərhədlər qoyur. Yəni, dediyim kimi, müəllimlərin özünə sərhədi qoyduğu kimi, tələbələrimiz də, mən yaşlı şəxslər də bəzən özünə bir belə deyim, sərhəd qoyur ki, mən niyə indiyənə qədər öyrənməmişəm. Okey, öyrənməmişik, bilməmişik, müəyyən, belə deyim... Gənclər qulaq asınlar, mütləq bunu vurğulayın. Müəyyən, vaxt gedir.
çox sürətlə. Əlbəttə ki, mən məsəl üçün 25 yaşında başlamışam ingilis dili öyrənməyə. Mən deyirdim ki, görürsən niyə əvvəlcədən öyrənməmişəm? Buna nə vadar olub? Əslində sonradan fikirləşdim, heç bir şey vadar olmayıb. Bu sadəcə mənim tənbəlliyim olub. Niyə? Uşaq vaxtı, tələbə vaxtı biraz daha gəzməyə, biraz daha əylənməyə meylli oluruq. Bizim də hal-hazırda əslində tələbələr elədiyimiz budur. Əylən, gəz, heç bir problem yoxdur. Dərslərimiz də aktiv şəkildə əyləncə bu şəkildə davam edir. Amma bunun yanında sən təbii ki, özü bir investisiya qoymalısan. Bu investisiya mütləq deyil ki, pulla olsun. Əlbəttə ki, bu belə deyim, bizim öyrəndiyimiz yeni dillər, öyrəndiyimiz yeni funksiyalarımız, yeni təcrübələrimiz, bunların hamısı əslində bizim yatırımdır. Və gələcək həyatımızda bunlar bir təcrübə olaraq bizə qayıdacaq. Hal-hazırda gördüyümüz bir situasiya, hər hansı bir çətinliyimiz indi deyirik ki, niyə başımıza gəldi, amma 10 gün sonra əslində bunlar bizə belə deyim bir təcrübə olaraq geri qayıdır və həyatımızda onları istifadə edirik. İngilis dildə eyni belə şeydir. Belə deyim, hal-hazırda öyrənmənin bir yaşı yoxdur. Əslində o qədər fürsətlər var ki, biz öyrənmək üçün bir yaş limiti qoya bilmirik. Çünki hər yaşdan insan gəlir və hər yaşdan insan bu dili öyrənməyə çalışır. Emil bəy, mən təklif eləyərdim ki, qısa da olsa bu dərs prosesini bizə izah eləyəsiniz. Çünki ingilis dili öyrənmə metodikası fərqlidir. Əlbəttə ki. Yəni bəzi pedaqoqlar var ki, ev tapşırıqlarından məsələn bunu edirlər. Bəziləri var ki, məsələn müəyyən bir filmləri seyr etməklə bərabər şəkildə subtitrlərə baxaraq, nə bilim, bu cür tədris edirlər ingilis dilini. Sizdə necədir? Belə deyim, bizdə əslində sizə müraciət etmək istəyən şəxs, indi bizə qulaq asır, gənc, hansı ki 20 yaşı var. Öyrənmək istəyir, görəsən mən necə öyrənə bilərəm tez bir zamanda ingilis dilini? Belə deyim, əvvəlcə dediyim kimi, bayaqlarda vurğuladığım kimi, efor özünə aid olmalıdır, işləməlidir öz üstündə. Bu birinci ən vacib şərtimizdir. Biz, məsəl üçün, dərsə gəlir. Gəldiyi zaman biz ona müəyyən bir tapşırıqlar veririk. Amma bu sadəcə olaraq hər hansı bir boşluğu doldurmaq və yaxud hər hansı bir sözü əzbərləmək deyil. Onlar təbii ki olur. Onlar qaçınılmazdır. Amma biz məsəl üçün ev tapşırığını vurğuladınız, onu biraz deyim. Tutalım ki, dərs sonunda müəllimimiz ev tapşırığı verir. Bunun mütləq şəkildə dinləməsi olur, yazması olur. Özü ən azından kiçik bir hekayə yazmalıdır. Bu fərq eləmir. Məsəl üçün, günlük həyatdan bizim müəllimlərimiz bizə belə deyim, müəyyən kiçik hekayələr yazdırır. Bu günlük həyatdır. Sənin əslində səhər tezdən durub belə deyim, üzümüzü yumağımız, əynimizi geyinməyimiz, evdən çıxmağımız, yemək yeməyimiz, işə getməyimiz, bunlar bizim günlük elədiyimiz bir şeylərdir və çox sadə bir şeylərdir. Cümlə ilə biz bunu məsəl üçün tutalım ki, 250-300 sözlük deyirik ki, bunu yazmalısınız. Tələbə bunu yazır. Yanlış, doğru yazır. Artıq gəldiyi zaman biz onu yenidən yoxlayırıq və oradakı səhvləri mütləq şəkildə bildiririk və bildirdikdən sonra bu belə getmir. Yəni bağladıq, getdi, qurtardı, yox. İkinci dəfə əlbəttə ki, biz ondan tələb edirik. Səhərsi gündə olmasa ən azından 1 həftə, 2 həftə, 3 həftə sonra deyirik ki, okey, keçən dəfə bunları yazmışdın, bu yanlışların olmuşdu, indi zəhmət olmasa yenidən sən günlük rutinini mənə yaz gətir. Və ikinci dəfə artıq həmin şəxs görür ki, orada o yanlışları eləmir. Bilirsiniz niyə? Çünki yanlışları göstəririk biz onlara. Yazmaq, dinləmək, vizual görmək əslində dilin ən yaxşı variantlarıdır. Məsəl üçün, mən daha çox dinləməklə dili öyrənmişəm. Niyə? Çünki bəzilərində göz yaddaşı çox gözəldir, bəzilərində dinləmə, bəziləri yazaraq çox gözəl öyrənirlər. Bunlar fərqli-fərqlidir. Biz bunların hamısını istifadə edirik və tələbə hansında daha çox nəticə göstərirsə, özünü daha açıq ifadə edirsə, biz onu biraz daha inkişaf elətdirməyə çalışırıq. Amma bu o demək deyil ki, məsəl üçün tələbə ancaq yazmaqla özünü ifadə edirsə, biz sadəcə onu yazaraq inkişaf elətdiririk. Xeyr, yazmaq okey, öz yerində onu inkişaf elətdiririk. Amma yanında dinləmə və aktiv şəkildə danışmanı da biz ona inkişaf elətdirməyə və onu o yöndə yönəltdirməyə çalışırıq ki, yazın okey, bu var. Amma yazının yanında sən dinləmə, fikirlərini ifadə eləmədə aydın şəkildə bildirməlisən. Bunları da üstünlük veririk. Aydındır. Reklamlara bağlanacaq dərs vəsaitləriniz kifayət edirmi öyrənməyə? Əlbəttə ki. Aydındır. Yəni fərqli-fərqli vəsaitlərdən, belə deyim, İngiltərə vəsaitlərindən, Amerika vəsaitlərindən, dünyanın tanınmış universitetlərindən istifadə, Oxford, Cambridge kimi universitetlərin belə deyim bazalarından istifadə edərək əslində tələbələrimizə çox gözəl fürsətlər yaradırıq ki, bunu hal-hazırda Azərbaycanda belə deyim çox nadir şəxslər istifadə edir və bizim istifadə etdiyimiz bu materiallar, bu bazalar tələbələrə oru üçün, yəni xaric üçün əslində bir hazırlıq yaradır
və ondan artıq ora getdiyi zaman hər hansı bir narahatçılıq, hər hansı bir ögeylik yaratmır. Çünki artıq o sistemləri Azərbaycanda görmüş şəxslərdir. Həm xarici dil öyrənmə, həm də xaricdə təhsil alıb, eyni zamanda iş tapmaq istəyənlərin nəzərinə xatırladıram ki, Ən Tədris Mərkəzi bu imkanları sizə yaradır. Nömrə deyəcəm, əlaqə saxlayın 050 312 13 43. Qısa bir reklam arasından sonra sağlam təhsil davam edəcək. Sağlam təhsildəsiz dostlar və proqramımız yavaş-yavaş tamamlanmaq üzrədir bir neçə dəqiqədən sonra, amma təbii ki, bir neçə sualımız da var ki, bugün Emil bəyə ünvanlayacağıq, hansı ki, Ən Tədris Mərkəzinin meneceridir və hal-hazırda danışmaq istəyirəm sizə maraqlı bir Bağçalar şəbəkəsindən. O Bağçalar şəbəkəsi ki, hansı ki, uşaqlara xoşbəxt və təbii ki, uğurlu, eyni zamanda sağlam bir mühit təqdim edir. Valideynlər Smart Education Bağçalar şəbəkəsinə müraciət etsəniz, həm sizin üçün, uşağınız üçün hazırlanmış təhlükəsiz, rahat, sevgi dolu bir mühitdə olacaq uşağınız, həm də uşaqlar sosial bacarıqlarını burada inkişaf etdirəcəklər, öyrənəcəklər, böyüyəcəklər. Ən əsas ərazilərə görə bir neçə filialından fəaliyyət göstərir Smart Education Bağçalar şəbəkəsi. Piramidası olsun, Sunası olsun, eyni zamanda minikası olsun. Ən sonda təbii ki, yeniləncə ilə bağlı da təbii ki, müraciətlər var son günlərdə və həqiqətən də çox rahat bir şəkildə uşaqlar burada inkişaf edəcəklər. Smart Education Bağçalar şəbəkəsi ölkəmizdə bir çox bağçaların Nazirlər Kabineti nizamnaməsinə uyğun olaraq qurulmasına bir dəstək də verir. 05988 3062 əlaqə nömrəsidir. 05988 3062. Mart endirimləri bu arada davam edir. 20%, 30% radiodan dinləyənlərə bu endirimlər olacaq və qeydiyyatdan keçməyə tələsin və ən əsas da bu bayram günlərində həqiqətən də qeydiyyata düşənlər müəyyən bir endirimlərlə qarşılaşacaqlar. Söhbətimiz davam edir. Sağlam təhsil sizi xoşbəxt gələcəyə aparan qapı. Emil bəy, sonda Ən Tədris Mərkəzi haqqında biraz geniş bir məlumat versəz, təbii ki, dinləyicilərimiz ola bilər ki, verilişin əvvəlini dinləmədilər, ötürdülər, hər halda müəyyən bir səbəblərdən bunu edə bilmədilər. Siz bir daha deyə bilərsinizmi bu mərkəz barəsində bizim bilmədiklərimizi və yaxud da ki, ümumiyyətlə fəaliyyət istiqamətlərinizi? Əlbəttə ki, belə deyim, Ant Education Center müəllimlərimizin və bizim belə deyim bir korporativ şəklində, MMC şəklində birləşdiyimiz əslində iki ildir fəaliyyət göstəririk, amma müəllimlərimizin belə deyim təcrübəsi 18 ilə dayanan bir sistem üstündən gedirik. Bu təcrübələr əlbəttə ki, biz hamı ilə bölüşməyə hazırıq. Təhsil mərkəzi deyəndə çox insanın ağlına sadəcə tələbələr üçün nəzərdə tutulur, amma mən vurğulamaq istəyirəm ki, bu sadəcə kiçik yaşlılar, orta yaşlılar, tələbələr üçün nəzərdə tutulmur. Bu əslində qlobal olaraq, yəni 4 yaşından etibarən daha sonrasında 10, 12, 18 yaş şəxslərə, iş adamlarımıza, müəyyən peşə sahibləri şəxslərimizə, həkimlərimizə, müəllimlərimizə, daha sonrasında iş adamlarımıza, xaricdə belə deyim, özünə yeni fürsətlər, yeni ehtimallar qazanmaq istəyən hər bir şəxs üçün biz fəaliyyət göstərməyə və qazandığımız hər şeyi onlarla bölüşməyə hazırıq. Əlaqə nömrəsini zəhmət olmasa bir də deyərdiniz? 050 312 1343. Belə, əlaqə saxlaya bilərsiniz. Hal-hazırda radiodan dinlədiyinizdə mütləq şəkildə qeyd edin. Və bu arada xatırladım ki, xarici dil öyrənmək uzun müddətli bir prosesdir. Həqiqətən də düzgün, yəni kurs seçmək burada lazımdır və mən sizə bir World Career və Peşə Mərkəzində bir məsləhət görün. Orada bir başvurun. Qeydiyyatlar davam edir, bayram endirimləri də var hal-hazırda. Dil biliklərinizi inkişaf etdirin və yeni imkanlara qapı açın, fürsəti qaçırmayın. 055 674 72 30 bu nömrənin WhatsApp-dan yazacaqsınız və Koreya, Çin, İngilis, Alman dillərinin də öyrənməyə səy göstərəcəksiniz. Başkəndə təşəkkürlər. Təbii ki, Ramazan ayını yaşadığımıza görə iftar süfrələrinizi başkənddə də keçirə bilərsiniz, etibar eləyə bilərsiniz. Dadlılıq və ümumiyyətlə təmizlik, hər gigiyenik cəhətdən hər bir baxımından başkənd həqiqətən də unikal bir variantdır. Beləm, yekunlaşdırırıq. Bugünkü sağlam təhsili bir daha təşəkkür edirik Emil bəyə də gəldiyinə görə. Mən təşəkkürümü bildirirəm sizlərə dəvət üçün. Çox sağ olun. Təşəkkür edirik və bir daha sonda şagirdlərə, tələbələrə, müəllimlərə uğurlar arzulayırıq və sabah eyni saatda saat 11-də burada eşidilmək ümidi ilə. Sağ olun.